Hələ Kərbala, Hüseyn deyirsiniz pul qazanmaq üçün Əli Salamın halatından danışırsınız. Xanım Zəhradan, Ruqeydən danışırsınız. İndi mənim xalam da onlardan danışar da. Onlar olub 1400 il bundan əvvəl. Sən indidən danışı. İndidən danışı xanım Zəhranı necə təhqir edirlər. Onun hicabını başından çıxardırlar. İndidən danış. İndidən danış Ruqiyyələri necə öldürürlər. İranda 175 dənə Ruqiyyə öldürdülər, şəhidlədilər. Alçaq adam. Niyə səsin çıxmadı? Niyə səsin orada demədin ki, belədir, filandır? O Tula kimdir orada? Deyir, mən əhlibetçiyəm. O əhlibetçidir, qalusluq, Peyğəmbər qalusluq taxıb. Mən üzü qırxıq nəyə görə sənə bu barədə soruşmalıyam? Bu sənin işindir axı. Sən hüccətli İslam və Müslüminsən. İmam Zamanın pulunu yemirsən. Biz İmam Zaman pulu yeməmişik. Söz yox, bizim canımız İmam Zamana fədadır. Onun yolunu gözləyik.